Ay gülüm, görüm hansı mərd bazardı ki 2 aydır bizi bir-birimizə həssət koyun, hə? Biz təzə-təzə düzəlirdik. Təzə-təzə sən mənə qasanç xaində oturma, burada otursa oldu. Ne oldu o? Ha, indi bizimki də tutmaz. Deyirəm də, fərəyib yıxamda gərək elə birinci mənim yıxayım. Deyirəm, adam böyüdükcə bədxəqlar da çoxalır. Nə qədər şoför idim sayan yox, indi zavqlar keçmişəm, bədxəqların 1-ə 5 artıb. Yaqın gözləri götürmürəm. Həsən ağa. Can Həsən ağa. Mən də bir kişinin qızıyam ya, yox. Ha, indi nə olsun ki, atam çörəkxanada mazı daşıyanda? Ha, qurban olum sənin ata olmazsın. Kim deyir ki, ata evi varımdır, qızı da mənim yarımdır. Həsən ağa. Can. Sən həmişə mənim nəzərimdə təmiz bir oğlan oxşumdun. Ta deməylə, ha bu bicliklərin hamısı qarnındaymış. Ahım tutsun. Ahım tutsun səni. Ay mən də bana deyəm. Ay gülüm, bu gün bizim gün orta vaxtı buna şərdi qurmuşsan mənə. Bu nə məhkəmədir bax. Bu mənim pasportum. Götür. Bu klinik ya. Bak bu klinik ya propska. Bu sayız knişkam. Hamısı buzdosun pulunu vermişəm. Bu da 10 litrlik çekler. Gör bunların birinde zənən xeylanın adı var. Bak da bak. Gör bizdə. Baba! Gülüm, gel hiç olmasa bugün mənə bircə kəlmə danışır. Ay kız, bugün hamı gülür, danışır, qəm çəkməklə mənə qalır. Bax, bugün də mənə danışmasan, özüm ölüm. Siyasi rəng verəcəyim. Axı de görüm, hansı mərdim azardı ki, 2 ayda bizi birbirimize həssət koyub. Özün yaxşı bilirsən. Ay kız, de görüm o kimdir? Mənə onu göstər, dedim onu qız qalasının başından atım, qaydım gəlim avratında. Oy, o çıxaz yadında deyil. Hansı çıxır? Axırıncı dəfə bax elə burada danışdığımız. Hə, yadımda deyil. Elə səndən tez ayrılıb gedirdim ki, bir qarı mənə yanaşıb dedi ki, a qızım, bu oğlan sənin nəyindir? Aha. Mən də dedim ki, məni istəyir. Acəb eləmişsən. O ciyəri yanmışdı, üstəlik qayıdıb dedi ki, bu boyda Bakıda adam tapmadın getməyə. O ki, içəri şəhərdə qız qalmayıb evlərini elçi göndərməsin. Həblə mən də kör peşman qayıdıb gəldim evə. Cığaz kim ola? Ha! Yadıma düşər qız. Bizim məhəllədə olur. Şərəbalı. Bilirsən onun neçə yaşı var? 1246. Nadiri taxta görüb Şah Abbası qundaqda. Onun bir qız nənəsi vardı. Gələnə də calamaq istəyirdik, gedənə də. Nənə qız. Ada baxayım, nənə qız. Bir alaq istədi mənə də calasın. Qorxmay qız, razılıq vermədi. Odur ki, indi yəqin məndən hayf almaq istəyib. Nənəm deyir ki, söz ki var, bir ucu yalandırsa, bir ucu doğrudur. Ağzını xeyir deyər, ça qız. Gör sənə nə getmiş, hə? Xoşuna gəlir. Akşam evdəkilere dinən heç yana getməsinlər. Bizimkiler size gelecek. Həsən ağa. Can Həsən ağa, can. Bu sözün deyəsən doğru söz oxşuyur. Bəlkə özüm də onlarla gəldim. Bu harf deyil. Qonum qoşu nə deyir? Ay qız, sıda qonum qoşunun fikirləri içəri şəhərin divarları kimi çoxdan köhnəlib. Bilmirsən ona nə deyirlər? Deyən görüm, hə, kapitalizm qalığı. Həsən ağa. Can Həsən ağa, can. Sən cimin canı, özün gəlmə. Baş üstə, sənin sözün yerə düşüncə, düşmənin beli sınsın. Bax, elə ki gördün, evdəkilər razılıq verib, şirin çay verirlər, tez baba bu gülü pəncərədən bax mənə belə. Yaxşı. Al çaşıb qırmızı gülü. Yo, yo, yo. Avar eləyərəm ha. Yox, yox. Bildin? Bildim. Şəkinin yolları daşlı, mənim yarım qələm qaşlı. Aslan yeri qələm qaşlım, gedim toya hazırlaşım, gedim toya hazırlaşım.